Salam dostlar, mən Mehman Nur Timur Nur TV kanalında xoş gördük sizlər. Dostlar, bugünkü mövzumuz hansı yağ daha sağlıklıdır? Yəni, elmi araşdırmaların nəticələrinə uyğun olaraq hansı yağlar daha faydalı, hansı yağlar daha zərərlidir? Bu mövzuda öyrənəcəyik dostlar. Dostlar, ilk öncə zərərli yağları sadalayaq. Hansı ki, sənaye üsulu ilə istehsal zamanı yüksək istilik və kimyəvi maddələrlə alınmış, işləm görmüş bitki yağları, soya yağı, qarğıdalı yağı, pambıq yağı, günəbaxan yağı, palma yağı, kanola yağı, kokos yağı, hətta sənaye üsulu ilə, kimyəvi maddələrlə yüksək istilikdə alınan zeytun yağı belə faydalı deyil dostlar, zərərlidir. Yəni, elm adamları sübut edir ki, dostlar, sənaye üsulu ilə, kimyəvi maddələrlə, yüksək istiliklə alınmış, rafinə olunmuş, işlənmiş bütün yağlar sağlıqlı deyil, zərərlidir. Xüsusilə də toxum yağları. Çünki bu yağlar kimyəvi maddələrlə və yüksək istiliklə alındığı üçün trans yağa çevrilərək insan orqanizminə çox zərərləri olur. Nəinki faydası. Həmçinin elm adamları qeyd edir ki, dostlar, yeməkləri qızartma yolu ilə, qızardılmış yeməklər zamanı yağın yanması nəticəsində bütün yağlar, hətta kərə yağı, zeytun yağı olsa belə trans yağa çevrilir və çox zərərli olur, nəinki faydası olur. Yəni, yüksək istilikdə qızartma zamanı da yağlar yanaraq trans yağa çevrilir və zərərli olur. Hətta soyuq sıxım kərə yağı və yaxud zeytun yağı olsa belə. Dostlar, elm adamları həmçinin qeyd edirlər ki, ən sağlam yağlar soyuq sıxılma yolu ilə, preslənmə yolu ilə istilik və kimyəvi üsul tətbiq edilməmək şərti ilə edilməmiş, yəni kimyəvi üsul və heç bir istilik tətbiq olunmadan sənaye yolu ilə alınmayan, yəni sənaye yolu ilə alınmayan soyuq preslənmə yolu ilə alınmış yağlar, zeytun yağı, toxum yağları, günəbaxan yağı, həmçinin kətan toxumu, çörək otu toxumu, kokos yağları, avokado yağı və s. digər toxum yağlar faydalıdır. Çünki o yağlar işləm görmür, soyuq sıxılma yolu ilə arılır, sənaye üsulu ilə alınmır, kimyəvi qatqılar qatılmır və tərkibi necə demək faydalı olaraq qalır. Yüksək istilikdə sıxılan yağın tərkibi dəyişir və çox zərərli olur. Həmçinin qızartma yeməklərdə də yağlar trans olur, çox zərərli olur, toksik olur. Dostlar, həkim Ümid Aktaş yağın sıra ilə qeyd edir ki, yağlar sıra ilə hansı sıralama qaydasına görə təbii ot yemiş heyvan yağları, kərə yağı, heyvan iç yağı, quyruq yağı, bunlar çox faydalıdır. Amma sıralamaya görə birinci yerdə zeytun yağı gəlir, kərə yağı gəlir, heyvan iç yağları gəlir və heyvan quyruq yağı gəlir və digər toxum yağlar, kətan toxumu, çörək otu, kokos və s. bu yağlar demək tərkibindəki omega 3 yağ asitlərinə görə daha faydalıdır. Yəni, bu sıralama qaydasında zeytun yağı, kərə yağı, heyvan iç yağı və quyruq yağı və digər soyuq sıxım yolu ilə alınmış toxumlar, bura günəbaxan yağı və s. demək aid olunur ki, bu yağlar soyuq sıxım yolu ilə alınmış bu yağlar faydalıdır. Bu şərtlə ki, o yağları qızartma yeməklər istifadə edib zərərli toksik yağlara çevirməyək. Yəni, əsas məsələ odur ki, həkim qeyd edir ki, dostlar, demək, sənaye üsulu ilə alınmamış kimyəvi demək üsullarla, maddələrlə alınmamış qatqı olmadan, yüksək istilik görmədən soyuq sıxım bütün yağlar
faydalıdır və o sıralamanı da qeyd elədik. Başında zeytun və kərə yağı, heyvan yağları, quyruq yağı olmaq şərti ilə. Yeməkləri qızartmayın. Yeməklər qızartma zamanı yağlar trans olur, toksik olur. Yəni bu qayda üzrə yağların istifadəsində diqqətli olun dostlar. Dostlar, məndən bu qədər. Mən sizə sağlıqlı günlər arzulayıram. Yeni videomda, yeni görüşlərə dək. Sağ olun dostlar. Mən Mehman Nur, Timur Nur TV kanalında